2023-cü ilin 6 fevralında Türkiyənin cənub-şərqində baş verən və əsrin faciəsi adlandırılan dəhşətli zəlzələ baş verən andan etibarən Azərbaycan dövləti qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Azərbaycan hər zaman olduğu kimi bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə oldu. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzun müddətli dəstəyi üçün Kahramanmaraşda Azərbaycan məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb. 19 iyun 2025-ci il tarixində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan Azərbaycan məhəlləsinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi. Dövlət başçısı, biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bugün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur deyə vurğuladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan məhəlləsini xalqımızın talelərinin ayrılmazlığının göstəricisi olan bir millət iki dövlət kəlamının həyata keçirilməsinin daha bir nümunəsi kimi dəyərləndirdi. Prezident Ərdoğan xatırlatdı ki, Türkiyənin çətin dövründə köməyə ilk gələnlərdən biri Can Azərbaycan oldu. Türkiyənin dövlət başçısı Azərbaycan məhəlləsini qürur tablosu olaraq dəyərləndirdi. Qeyd edək ki, Azərbaycan məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. Azərbaycan məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsi zamanı Türk qardaşlarımızın Azərbaycana haqq davasında mənəvi dəstək durduğu kimi, çətin vəziyyətdə də xalqımız Türk xalqına mənəvi dayaq oldu. Dar gündə də, xoş gündə də bir-birimizə həyan, kömək, arxadayaq oluruq. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün çətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik.